Son günlərdə sosial media platformalarının Azərbaycan segmentində yayılan müəmmalı görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan kadrlarda bəzi şəxslərin gəncləri müxtəlif vədlərlə aldadaraq, onların orqan mafiyasının hədəfinə çevrildiyi iddia olunur. Xəbərin ünvanının məlumatına əsasən, bu xəbərin əsas mərkəz nöqtəsi kimi Gəncə və Lənkəran şəhərlərinin adları çəkilir. Məlumatlara görə naməlum şəxslərin həmin şəhərlərdə fəaliyyət göstərdikləri və gənclərlə müxtəlif yollarla əlaqə quraraq, onların etimadını qazanmağa çalışdıkları bildirilir. Sosial şəbəkə istifadəçiləri bu xəbərləri böyük narahatlıqla qarşılayıb və məsələnin ciddi şəkildə araşdırılmasını tələb ediblər. Xüsusilə bu cür halların baş vermə ehtimalı cəmiyyət arasında təşviş və güvənsizlik mühitinin yaranmasına səbəb olub. Hazırda sözügedən iddialarla bağlı hüquq mühafizə orqanlarından və aidiyyəti dövlət qurumlarından rəsmi açıqlama verilməyib. Mütəxəssislər isə vətəndaşları hər hansı dəqiqləşdirilməmiş məlumatlara inanmamağa və yalnız rəsmi mənbələrə istinad etməyə çağırırlar. Yayılan görüntülərin və məlumatların həqiqəti əks etdirib-etdirmədiyi hələlik məlum deyil. İddiaların sosial şəbəkələrdə bu qədər sürətlə yayılması isə sübut olunmamış informasiyaların nə qədər təsir gücünə sahib olduğunu bir daha ortaya qoyur.